Xoş gördük əziz dinləyicilər. Amerika-İran müharibəsindən sonra bilirsiniz cəmiyyətdə hər iki tərəfin arqumentçiləri ortaya çıxırlar və kifayət qədər bu barədə hərə öz tərəfini müdafiə etmək üçün arqumentlər axtarırlar. Və bilirsiniz ki, İran hökuməti elə bir hökumətdir ki, orada molla kartel hökumətindən istənilən mollalara və trollara, onların trolluğunu eləyən, agentlərini eləyənlərə məxfi sənədlər göndərilir və bildirilir ki, filan arqumentə qarşı necə cavab verəcəksiniz, filan arqumenti necə söyüb biabır eləyəcəksiniz və filan arqumentləri cəmiyyətə, ictimaiyyətə necə sırayacaqsınız. Və bu barədə bunlar ki, elə ki onlardan əmr aldılar, bütün mollalar başlayır və bütün trollar başlayır bu formatda iştirak etməyə. Bu günləri Amerika, İran müharibəsi, İsrail müharibəsində biz nəyin şahidi oluruq? Bizim cəmiyyətimizdə də bütün İran trollarının ortaya qoyduqları 3 faza var. Birinci faza ondan ibarətdir ki, hər kəlmə başında Epşteynçilərə Allah lənət eləsin. Onlar Epşteynçilərdir. Bu Epşteyn kəlməsini bugün bütün İran mollalarında bu var. Qarşı tərəfi nüfuzdan salmaq, qarşı tərəfi eybəcər göstərmək və öz bu mənasız o molla kartel müharibəsinə bəraət qazandırmaq. Sanki bunlar əxlaqsızlarla vuruşurlar, bunlar isə çox da əxlaqlı adamlardır. Əvvəla Epşteyn məsələsini elə Amerikanın öz ədalət məhkəməsi ortaya qoydu, faş etdi onlara, Allah lənət eləsin. Elə bunu Amerika özü açdı. Bunu İran açıb ortaya qoysaydı, deyərdi ki, kişilər yaxşı iş görürlər. İkinci, Epşteyn məsələsi bu günləri elə Təhrirül Vəsilə əsəri ki var Xumeyninin Təhrirül Vəsilə əsəri də özü böyük Epşteynçilikdir. Bu günləri İranın içində olan o uşaqlardan bəhrələnmək, bunu nəzəri surətdə kitabını yazıb Xumeyni. Xumeyni özü ən böyük Epşteynçidir və yaxud da ki, bugün pedofiliyanın baş aldığı İran və Əfqanistanda kiçik uşaqlardan istifadə etmə pedofiliya və yaxud da ki, elə Epşteynçilik deyilmi? Nə fərqi var ki, o Epşteyni kim eləyir? Bu günləri o Epşteynin üstünü Amerika Ədalət Məhkəməsi açdı. Bugün İranda elə bir məhkəmə varmı ki, Əfqanistanda elə bir məhkəmə varmı ki, bunun üstünü aça bilsin? Bu bir. Deməli, birinci fraza Epşteynçilikdir. Bunu atırlar ortaya. Bunun üzərindən vurdu. İkinci, bugün Azərbaycanda da çox məşhur olan başlayan kəlmə. Əslində mən İranpərəst deyiləm. Ancaq bax bu sözləri işlədən insanlar bilin ki, kompüterin arxasında molla dayanıb. Bilin ki, kompüterin arxasında troll dayanıb, Qum məktəbinin agenti dayanıb, hansısa molladan öyrənən və bu frazayla deməli iştirak. Əslində mən İranpərəst deyiləm. Əslində bu Rusiyada da belə vardı, Rus trolları. Əslində mən Rusiyaçı deyiləm. Çünki bunların qaynaqları, bunların katyolları eynidir, əziz millətim. Diqqətli olun. Birinci məsələ Epşteynlə başlayan məsələ. İkinci məsələ, əslində mən İranpərəst deyiləm. Ancaq bax, inanın mənə, bu kəlməni işlədənlər ən böyük İranpərəst, ən böyük mollalardır. Üçüncü bir məsələ, bugün Səhər kanalında yaydığı, Səhər kanalında hər dəfə istifadə etdiyim nədir? Bugün Təbrizi vururlar Azərbaycan. Siz niyə o Təbrizi müdafiə eləmirsiniz? Baxın, 100 ildir artıq Təbriz xalqı müharibə aparır ki, onun dilini ona qaytarsınlar. İndi mi ayıldınız? İndi mi Təbrizin üzərindən bizi qınamağa çalışırlar? Yəni qınamağa çalışırlar ki, baxın Azərbaycan Təbrizi müdafiə eləmir. Azərbaycan Təbrizi necə müdafiə etsin? Təbriz aparılan gic siyasət nəticəsi, mollaların siyasətin nəticəsində bu vəziyyətdədir. Təbriz bugün İranın bir hissəsidir. Niyə bunu? Niyə görə indiyənə qədər 100 ildir Təbriz xalqı dil uğrunda mübarizə aparır. Bir dəfə də olsun Səhər kanalı qalxıb demir ki, əqidəniz olsun, kişiliyiniz olsun, bir millətin 50%-dən çoxu türklərdir. Niyə ona məktəb açmırsınız? Niyə onun dilini bərpa etmirsiniz? 29 Bəhmən üsyanında 79-cu ildən sonra Xumeyni 15-ci maddəni gətirdi. Sizin bu Xumeyni, bu Epşteynçi Xumeyni qanun gətirdi, konstitusiyanın 15-ci maddəsinə saldı və hər il Təbrizə səfər elədi. Və Təbrizlərə söz verdi ki, sizin dilinizdə mədrəsə olacaq, sizin dilinizdə tədris olunacaq. Niyə görə bu əqidəsiz Xumeyninin üzərinə dayanmırsınız? Demirsiniz ki, səhərdən axşama qədər vilayət fəqihdən danışırsınız, səhərdən axşama qədər İmam Zamanı gözləyəcəksiniz. Siz bir dənə dediyinizin öhdəsindən gəlmirsiniz. 15-ci maddə bu günləri də durur konstitusiyada. Sən söz vermişdin bu millətə, millətin 50%-ni təşkil edən türklərin öz dilində mədrəsə açacağına, məktəb açacağına axı demişdiniz. Niyə eləmədiniz? Ay Səhər kanalı
kanalı. Niyə bunu demirsiniz? Nə oldu? Təbrizlilərin yükünü bizə yükləmək istəyirsiniz? Təbrizin bugün İrana qarşı müharibə gedirsə, əlbəttə ki, Təbrizdə də olan hərbi obyektlərə zərbə vurulacaq. Və yaxud da məktəb üzərindən burada insanları istəyirlər ki, insanların damarlarına toxunsunlar. Məktəbimizi vurdular. Əvvəla məktəb məsələsi hələ heç kəs bunu təsdiqləmədi. Bu bir. İkinci, axı Ukraynada məktəblər insanlar öldürülürdü. Məhz İranın verdiyi raketlər sayəsində. Niyə görə qalxıb demədiniz ki, siz niyə görə müdafiə eləmirsiniz? Siz niyə görə Ukrayna xalqını öldürürsünüz? Niyə demədiniz? Axı sizin bu epişteyinci mollalarınız, güya imam zamanı gözləyən mollalarınız axı raketlər verirdi. Məhz Ukraynada uşaqları öldürürdünüz. Bəs niyə bunu da demədiniz? Niyə bunu çıxıb ortaya demədiniz ki, bu əqidəmizə uyğun deyil, bu İslama uyğun deyil. Səhərdən axşama qədər Qəzzada Netanyahunu qınayırsınız, doğru edirsiniz. Amma axı siz də Ukraynada uşaqların ölümündə baisikarsınız, əliniz qana batıb. Niyə bunları demirsiniz? Bax, bunları heç kəs demir. Yalnız Azərbaycan xalqını aldatmaq, Azərbaycan xalqını manipulyasiya eləmək. Orada məktəbi vurdular, niyə dinmədiniz? Niyə Təbrizi vururlar, siz dinmirsiniz? Təbrizin dil haqqında biz 100 ildir mübarizə aparırıq, deyirik. Siz niyə demirsiniz Təbriz xalqının dilinin tədris olunmasını? Baxın, bütün bunlar hamısı hilələrdir. Bunlardan ayıq olun və düşməninizi yaxşı tanıyın. Bu günləri İranın tərəfini tutmaq, İranpərəst olmaq günahkarlıq deyil. Bu pis bir şey deyil. O İranın tərəfini tut, günah əqidin odursa onun arxasında da get. Amma mən İranpərəst deyiləm. Bu xoduyla girirsənsə, sən ya cahilsən, ya da ki agentsən. Sənin başqa adın yoxdur. Azərbaycan xalqı ayıq olun, ayıq olun, ayıq olun. Təşəkkür edirəm.